Salam, baxırıq günün informatika suallarından 33-cü sualın izahına. Sualımız belədir, informasiyanın emalı prosesidir. Aha, ümumiyyətlə informasiyamızın hansı prosesləri var idi? Emal, ötürülmə, saxlanılma və toplanma. Toplanma. Gəlin bir neçə feillə bu prosesləri müəyyənləşdirək. Baxın, əgər testlərdə eşitmə, görmə yazılırsa, bu olacaq toplanma prosesi. Yazırıqsa, qeyd ediriksə, yaddaşda saxlayırıqsa, saxlanma prosesi. Yeni bir qərar qəbul ediriksə, yeni bir nəticəyə gəliriksə, nəsə bir beynin məhsulu ortaya qoyulursa, bu emal prosesi, elan etmək, demək, yaymaq isə ötürülmə prosesi olacaq. Buna əsasən cavabımızı müəyyənləşdirək, bizdən emal istənilir. Şeirin dəftərə yazılması hansı olacaq? Saxlanılma. İnformatikadan məsələ həlli. Bəli, nəsə həll edəcək, nəsə nəticəyə gələcək, bir beynin məhsulu ortaya qoyulacaqsa, olacaq emal. Məlumatın yayılması, yaymaq, demək, elan etmək, ötürmək olacaq ötürülmə prosesi. Ötürülmə, tərəzidə meyvələrin çəkilməsi. Bu zaman toplanma prosesi həyata keçirilir. Çünki çəkirsən və yazırsan. Yəni, tutaq ki, alma 2 kiloqram oldu, nə bilim, o birisi meyvə 5 kiloqram oldu və s. Yəni, onlar yazılır, toplanır məlumat. Onun üçün bu da olacaq toplanma. Bizdə emal soruşulurdu, olacaq cavabımız B variantı. Bu qədər.